Bir ayə diqqətimi çəkdi. Ömrüm boyu yaxşılıq və məhəbbət məni izləyir. Sonra oxumağa davam edən zaman Rəbbə güvən və yaxşılıq et sözlərini oxudum. Başqa bir yerdə isə Rəbbə güvən, öz idrakinə etibar etmə, bütün yollarında onu tanı, o sənin yollarını düzəldəcək deyirdi. Davamında isə əlindən yaxşılıq gəlirsə buna layiq olan insanlardan əsirgəmə deyirdi. Sonra isə belə yazılırdı. Salihlər yalnızca yaxşılığı arzular. Və davamında oxuduğum sözlər isə belə idi. Bilik yoxdursa, həvəs yaxşılıq edə bilməz. Sonra tamamlanmış fikri belə gördüm. Yaxşı olan göylərdəki Allahın deyilmi? Rəbbin gözü onun məhəbbətinə ümid bağlayanlara baxar sözlərini xeyli düşündüm. Bu sözlərin mənasını indi dərindən başa düşdüm. Ömrüm boyu yaxşılıq və məhəbbət məni izləyir. Yaxşılıq və məhəbbət elə Rəbbin özü imiş. Mən Rəbbə iman etdiyim zaman ona etibar etməyi, ona güvənməyi öyrənirəm. Öz düşüncəm və məntiqimlə deyil, onun sözləri ilə hərəkət etməyi öyrənirəm. Mən həmin vaxt qarşıma çıxanlara mərhəmətli davranmağı, insanları ayırmadan sevməyi öyrənirəm. Mənim indi arzularım dünyaya deyil, göylərə bağlı olur. Bilik yoxdursa, həvəs yaxşılıq edə bilməz. Bəs bu nədir? Rəbb qorxusu biliyin başlanğıcıdır sözlərini indi tam anladım. Rəbb qorxusu ilə yaxşılıq hər zaman birgə addımlayır. Yaxşılıq Rəbbin səninlə olduğunun sübutudur. Dünya qanunlarına görə bu ağılsızlıq kimi görünür. Amma əslində göylərin sakininin səninlə birgə olmasından xəbər verir. Bəli, yaxşılıq yalnız yaxşı oluna sahib olanlar da məskən salar və beləcə yazılır. Yalnız yaxşılıq edənlərin Rəbbin hüzurunda ehtiramla duracağını bilirəm. Bəli, yaxşılığın kökündə Rəbbə hörmət və ehtiram dayanır. Belə düşüncəyə və ürəyə sahib olan bir can Rəbbin xəzinəsidir.